yox idi. Cikcik xanım adında bir cıvə sərçə vardı. Bir gün bu Cikcik xanım qara tikan çəpərinin üstünə qonub tikandan atılırdı. Qarı Məmməd həyətdə təndir qalamışdı. Birdən Cikcik xanımın ayağına bir tikan batdı. Başladı ağlamağa. Qarı tikanı sərçənin ayağından çıxarıb atdı təndirə. Az keçmiş Cikcik xanım bir ayağına bir qulağına uçub dedi: "Qarı nənə, mənim tikanımı qaytar özümə." "Hardan alıb? Atdım təndirə yandı. Bilmirəm, tikanımı verməsən, çörəyini götürüb qaçacağam." Qarı qaldı matməyətdə. Cikcik xanım da o yana uçdu, bu yana uçdu. Qarına bir çörəyini götürüb aradan çıxdı. Böyle uçdu durdu bir çoban onu salır. Ondu yerə. Çobana yaxınlaşıb dedi: "Çoban qardaş, sənə isti çörək gətirmişəm. Doğra, süddə ye." Çoban sevinəcək çörəyi aldı. Elə ki çörəyi yeyib qutardı, Cikcik xanım ona dedi: "Hə, çoban qardaş, indi çörəyini ver, mən yedim." "Çörəyi hardan alım? Yedim qutardı." "Mənə çörəyini ver, yoxsa qoynuna aparacağam." Cikcik xanım qanad çalıb havaya qalxdı. Kök bir qoyunu caynaqla vurub apardı. Çoban onun dalınca düşdü, amma çıxa bilmədi. Cikcik xanım caynağında qoyun özünü getirdi padişahın sarayına. Gördü burada toydu, qoyunu verdi qulluqçulara. Qulluqçular qoyunu kəsib, yaxşı qozbaş pişirdilər. Gətirib qonaqlara payladılar. Cikcik xanıma yemək çatmadı. O da acıda düşüb padişaha dedi: "Qoyunu yediniz, mən də əvəzində gəlini götürüb qaçacağam." Bunu deyib, Cikcik xanım gəlinin üstünə şırıdı. Onu caynağına alıb havaya qalxdı. Cikcik xanım caynağında gəlib uçurdu. Bir ağızdan səs səsi eşidib yerə indi. Gördü bir aşıq ağac gölgesində bir səs çalır. Dedi: "Salam aşıq qardaş, gəl, mən gəlini sənə verim. Sən də sazını ver mənə." Aşıq gəlini götürüb getdi. Cikcik xanım da sazı alıb oturdu ağacın gölgesində. Başladı yavaş-yavaş dıngırlatmağa. "Tikan verdim, çörək aldım. Sazım dıngır, dıngır, dıngır. Çörək verdim, qoyun aldım. Sazım dıngır, dıngır, dıngır. Qoyun verdim, gəlin aldım. Sazım dıngır, dıngır, dıngır. Gəlin verdim, bir söz aldım. Sazım dıngır, dıngır, dıngır." Beləliklə nağılımız burada bitdi. Gələn nağıllarda görüşənə dək.